kəsə salam dostlar. Salam. Gürcüstan blokumuza başlayırıq. Hələ ki. Good afternoon, ladies and gentlemen. Hələ ki Bakıdayıq, indi qalxırıq. Welcome on board. Uşaqlar, qalxışdan Cirax var. Səsin gəlmir. Hə, Yeməyi göstər. belə sendviç uşaqlar. Nasıl belə sendviç? Belə qablaşdırılmalı. Uşaqlar, normal sendviçdir. Yəni başqa bir şey deyə bilmərəm. Xoşuma gəldi olur. Dadlı da yəni. Buna da Yaxşıdır, bəyənib, Oğuz bəyənibsə yaxşı olur. Hindu meal. Dostlar, əlavə zakazlar eləmişdik. Dənə hindi sendviç verir. İndi əslində bunu verməməliydi. Bunları verməliydi. Sən bunu da verdilər, bunu da verdilər. Yəni həmişə ya İslam, gedib İslam menüsü verir. Mən Peyğəmbərəm adı. Peyğəmbər kimi gedib Yəni İslam menüsü olur ki, tərkibində donuz əti olmur, haram şeylər olmur. Haram şey deyil. Halal məhsul olur. bunlar ki. Neydi? Deməyim. Oğuz, xoş olsun. Sağ olun, Allah balalarımızı saxlasın. Dostlar, artıq çatmışıq Gürcüstana. Şəhərin mərkəzinə avtobusla gedirik. Oğuz biraz yorğundur. Dostlar, Tiflisin Tbilisindən hamını salamlayıram. Oğuz çək onu. Demək olar Tbilisinin mərkəzindəyik və arkada gördüyünüz abidə güya qızıldan işte, qızıl suyuna çəkilib, belə deyirlər. O boyda qızıl olmaz, inanmıram orada. Yəni qızıl suyuna çəkilib. Hə. İndi düşdük avtobusdan və otelə gedəcəyik. Gedirik indi pul dəyişəcəm mən. Dolları dəyişəcəm lariyə. Ondan sonra taksi bir otelə gedəcəyik. Oteldə rahatlanandan sonra qayıdacağıq şəhər mərkəzinə. Hadi gedək. Dostlar, Oğuz məni gözləyir. Oğuz gözlə burada. Otur, bir dənə taksi bıraq da. Yox da indi pulu xırdaladım. Ne? Lari göstər. Hə? Lari göstər. Hə, götür cibimdən. Bu tərəfdə də sağda. Bu tərəfdə elə. Burada. Dostlar, pullarımıza baxın, larilərə baxın. Hə, Oğuzun say gör nə qədərdir? Ay 200 neçə lari? Dostlar, bax 100 dolları çevirdim. Düzdür, Google-da şey göstərir. 262 lari. Amma bunlar verdi. Oğuz bir dənə say tez. Sayıram. Buradan say da 200. 255 manat. 255 lari. Lari. Manat. 255 lari, 257 hardasa 5 laridə yəqin ki xidmət haqqı tutdu. Oğuz pullarına baxaq. Düz tut da bir çəkiliş eləyirəm axı. 50. Yaxşı, nəysə indi gəlib alıb əlimizdən alacaqlar. Davay. Dostlar, bu da görüntüsü. Gəlmişik oteldəyik. Oğuz bax görüm. Bəli, oteldəyik artıq və breakfast bölməsindəyik. Kanatlar oradan İndi gelir. çalışıb kanata düşəcəyik. Hə, kanata gelir. Oradan bir yuxarı qalxaq görək nə var, nə yox. Bu da bir göstərim. Bura bufetidir, açıq bufetdir. Səhər-səhəri breakfastı burada eləyəcəyik. Yəni onu da siz sabah səhər verəcəksiniz. Getdik. Dostlar, gəldik qəşəng. Hətta dala çək, döydü kameraya, dala çək görək. Gəldik qəşəng bir dənə xıncəl evinə. Xəncəli. Yəni oğlum, onu tut o qotazından, yuxarısından. Bilirəm. İstirik al, sonra da qəşəng restoran da superdir. Eləmiş yox.
Xanımdan soruş. Where is the VC? Beeflə demişik, mal əti ilə. Görək necədir. Aha, dostlar, Oğuz bir dənə xıncəl yeyəcək. Sizə də göstərəcək. Gürcüstanda bu dəqiqə qarnım partlayır. Amma yəni səhər nə bilim azanlı yeməklərin zadlarını yedim. Amma azanlı yeməklər bunun qarşısında diz çökür də baba. Oy dədə. Dənə hələ görə necə yeyirsən? Birinci biraz dişləyirik içindəki o isti hava boşalsın. Aha. Aha. Düşdüyü yerə atdı. Yavaş-yavaş düşləməyə başlayır. Altından çöngəllə kömək edirik. İsri kalır. Suyundan içirik. Bu suyu ən dərmanlı yeridir. Bunu içməsəz, yəni elə bil Gürcüstana gəlib bunu içməmək, yəni elə bil siz yəni məhv oldunuz demək bir şeydir. Özünüz başa düşdünüz, nə nə. Dostlar, deməli Oğuz deyirdi partlayıram. Ona görə 10 dənə xəncəl dedim. Bir dənə qəşəng Gürcü limanadı ilə. Prosta belə baxıram bunun onun bir 8-in Oğuz aşırdacaq. Ona görə gərək biz təzədən zakaz eləyək. Nuş olsun oğlum. Baxım görüm. Yəni vəhşi kimi sırıqal. Sən götürüm sonra yürüyüşə yanacaq. Yaxşı. Dostlar, sabahınız xeyir. Otelin pəncərəsindən şəhərə açılan mənzərədir. Deməli, bizim oteldir. Göstərəcəm. Belə bir 3 ulduz oteldə standart. Oğuz solda yatır, mən sağda. Belə bir şkaf. Hamamın tuvaleti normaldır, yaxşıdır. Şampunları, sabunları var hamısı. Belə bir. İndi Oğuz səhər yeməyi yeyir. Buradan dostlar gedirəm, görək Oğuz nə yeyir. Elə bilərsiniz, padvaldır, padval deyil. Sadəcə qayanı oyub, oteli qayanın içində qurublar. Oğuz, good morning. Necəsən? Good morning. Burada Azərbaycanlılar var. Var? Bir də görə nə yeyirsən? Burada nə var yemək? Bir qab yedim, ikinci qab. İkinci qabı yeyirsən, amma çox yeməyi partlamaya düşərsən. Yaxşıdır, salatlar falan, yumurtası. Gürcü xalalar işlədir. Bunlar nədir Oğuz? Ha, limonat, meyvə suyu da, bir də limonlu. Ha, diyeta saxlayanlar üçün. Burada ümumi belə. Dostlar bax. Deməli bu Oğuzun stoludur. Buradan da şəhərə görüntüdür. Azərbaycanlı ailədə var. Şəhərə görüntü. Deməli o hündür binanın o tərəfi Kür çayı. Dostlar, gəlmişik mola. Tbilisinin mərkəzində moldur. Oğuz kefeci zakaz edib, gəlib burada da KFC-nin dadına baxmaq istəyir. Deyir, görüm hələ burada necədir. Oğuz, sən yeyəndən sonra dadı haqqında məlumat verərsən? Verəcəm. Mən ümumi çəkmək istədim. 5 mərtəbəli moldur. Demək olar gənclikdəki mol kimidir burada. Liftlər işləyir. Çox müasirdir, yəni çox xoşumuza gəldi. Amma tualet pullandır. 1 lari bizim 67 qəpik. Sonra sizə nə deyim? Deməli burada
Əgər pulunuz, nağd pulunuz yoxdursa, istəyirsinizsə nəqdləşdirmək, deməli bankomatdan viza kartları ilə, Kapital Bankın adi cashback viza kartı ilə deməli burada 100 lariyə 3 laridə əlavə komissiya tutur. Yəni 100 larini nəqdləşdirirsiniz, 3 laridə əlavə komissiya tutur. Məncə normaldır. 1.50, 1.70-də xaricdə nəqdləşdirəndə bu qədər pulun tutulması məncə normaldır. 100-ə 1.5 manatda 1 manat 50 qəpik tutulması normaldır. Deməli bugün Tbilisidəyik. Sabah inşallah qatarımızla Batuma gedəcəyik. Bu mərtəbə ancaq fast food, Burger King, McDonald's, şaurma, bax bunların məkanıdır. Mən indi burada əyləşəcəm. Oğuz yeməyini götürüb gəlsin burada yeyək. Yuxarıda da yəqin sinemalar falan. Hə, sinema. Düz tapdı. Dostlar, gəzə-gəzə gəldik Kür çayının yaxınlığında belə bir abidənin qarşısına və yolumuza davam edirik. Körpüyə gedirik. Bizim içəri şəhər kimidir buralar. Oğuz da konsert verir bunlara. Oğuzun gəzməklə arası yoxdur çox. Oydu, cəmaata bax yuxarıda. Dostlar, bax belə city turlar var. Bizim pulla 70 manat, 100 manata qədər çıxır. Hətta endirim eləmirlər. Orada Subway mağazası var, Oğuz qaçdı ora baxmağa. Bax, burada belə maqnitlər var. Stalinin şeylərinə bax. Stalin gürcü olub da, hə. Çorabları. Çox maraqlıdır bunu Stalini ayağa geyilən bir çorabın üstündə niyə olsun şəkli. Maqnitlər yaxşıdır, münasibdir. 1.50-dir. 1.50 lari. Bizim pulla 1 manatdır, yaxşıdır. Hə, nə oldu Oğuz? Nə gördün? Subway-a getdik. Orada o qədər yer var. Pomidordur, xiyardır, turşu xiyardır, nə bilim, pomidor. Yeyib içmək satılır. Yeyib içmək. Nə olar, ata sən də ki baxmalısan ora. Ha, ora mənim həvəsim yoxdur. Nə olar bir dənə bax. Yəni. Bax o kanatlar ana heykəlinin yanına qalxır. Avtobus bizim şəhərə gedir. 344. Yo, dünən gördüyüm o dövrü idi axı. İndi öyrənərəm hansı avtobus gedir. Bu Bakıda gedib şəhərə. Hə, gör körpünü görək oğlum. Körpü buralarda olmalı. Aha, Kür çayına çatdıq nəhayət ki. Hədə, hələ mən girmə, qoluma girmə də, görsən çəkiliş eləyirəm. Buradan belə bir mənzərə açılır. Gedək, burada Gürcülərin kralı var, bax o. Deyilənə görə Gürcülərin kralıdır. Saatın yanı. Kür çayı budur, Kür hara vurulur buradan, bunun üstündə, yəni bu boyda şey tikirlər. Gedək baxaq Kürü. Dostlar, Kür çayının üstündə, düzdür, mən dediyim körpü deyil, maşınlar keçən körpüdür. Bu da Kür çayıdır. Sərindir, qəşəng. Çayın sərinliyi var. Dostlar, görürsünüz, ana heykəli oradadır. Görüm indi, Oğuzun halı olsa orada çıxacaq. Kür çayıdır. Ha, o körpü oradadır ya. Oğuz! Oğuz orada öz aləmindadır.
Dostlar, bu da həmin körpü. Bunu səhv eləmirəmsə fransızlar tikib, ya italyanlar, italyanlar tikib. Hətta gürcülər buna belə qəzəblidir ki, niyə özümüzkilər yox, bunu italyanlar tikib. Bunlar biraz milliyyətçidirlər. O avtoşa bax. O qaqaş avtoşluq eləyir. Ramazan budur deyəsən. Qaqaş avtoşluq. Kür çayıdır da dostlar. Çox lillidir, amma təmizdir də. Cəbr olsun. Samat var. Çoxlu itlər var burada. Görək, Oğuz onda arzu tut at. Allah. Sorry, you speak English, brother? Yes. Speak by boat. 50% discount. Look, Bro, one person every day 60 lari. we don't need. Only two person. Bro, we don't need, okay? Soxuşdurur bu da burada. Hə, okay Oğuz. Arzu tut. Oğuz butulkanı atmaq istəyirdi. Dedim Oğuz, çayı olmaz da zibilləmək. Təbiəti zibilləmək olmaz. Dedi ata heç olmasa, ay düş oradan yerə, düş oradan yerə. Dedi heç olmasa qapağı atım ki, bunu Azərbaycanda götürə bilim. İndi arzu tut at Oğuz. Hə. Getdi. Qapaq getdi. Oğuz da baxır dalış. Əlimə dəymə, əlimə dəymə. Maraqlı balkonlar var. Buralar gecələr daha cazibəli olur. Oğuz, nə fikrim var? Oğuz qaçmaq istəyir buralardan. Çox maraqlı yerlərdir, Oğuz. Maraqlı kafelər var. Düzdür, biz indi az deyilik. Amma az olsaydıq burada qəşəng bir nahar etmək olardı. Balkon gözəlliyinə. Bundan Bakıda da var. İndi deyəcəklər ondan Bakıda da var da. Onda niyə getmirsən Gürcüstana? Fərqliliyi görmək üçün, fərqli dadlar üçün, fərqli məkanlar, insanlar. İndi mənim planım gerçəkləşəcək. Oğuz nəsə plan qurub Oğuz. Plan polislər qoruyur. Nə deyirsən? Hə, başlatmışam. Var. Bura bilmirik, prezident binasıdır yoxsa yox. Bu iki bina nə binasıdırsa, bu Gürcü polislər o üzü də qoruyur, bu üzü də qoruyur. Düzdür, amma Bu maşın. iqra oynayırlar maşında. O tərəfdə də bir var. Eyni maşın. Sonra deyəsən ora prezident binasıdır. Sonra bir də ki, hər yerdə polis var. Yəni burada mühafizəmiz 7-24 saxlanır. Ora baxırıq 2 polis maşını, bura baxırıq 3 polis maşını. Yəni hər yerdə var da. Oz Barjominin şeyini göstər. Barzomi, ən ləzzətlisi. İçdim bir dənə, mədəmi ilə rahat. Zomi. Onu göstərmədə də, o reklamı gedir, YouTube bloklayır. Amma bu eybi yoxdur, bu gedər. Barjomini içdim, mədəmdə bir dənə. Yerə hara tökürsən ha, itin? İtin? Nə? De görüm. Hə, buna 3 manat pul vermişəm, ver bura görüm. Aha, burada abidə var, Oğuzca görək. Bir dəqiqə saxla da, kamera çəkirəm ha. Niyə çəkilir? Burada nəsə Gürcülərin dövlət binasıdır. Arxasında da qəşəng binalar var. Aha. Sən nə ses verirsən ki? Nə bileyim.
Bu iki məşhur gürcü Siz kimdir görək? Gürcücə yazılıb. Bunu bir ingiliscə də qoyum da. Oğuz, eləmə elə. Bu dəqiqə yaxınlaşacaqlar indi. Heykəllərlə murtdaşırsan sən. Deməli dostlar, Tiflisdə çaşıram həmişə Tiflis deyirəm, bilmirəm bu hardan alt şuruma hopub. Əslində bilirəm hardan hopub. Deməli, Tiflisdə son gecəmizdir. Gəlmişik otelin yaxınlığında belə bir parka. Oğuz çox sevinclidir. Oğlum üst atma özünü. Belə musiqili bir fontan var. Musiqi olmasa da özümüz musiqili şənləndiririk parkı. Daha doğrusu hovuzu. Dostlar, gəldik abidənin qarşısına. Belə bir abidə. Adı biraz gəlizdir. Deyəcəm sizə, tapıb deyəcəm. Oğuz da buradadır. Düzdür, biraz ürəyi bulanır. Amma inşallah keçib gedəcək. Təmiz hava var. Şəhər buradan çox gözəl görünür. İndi qalxacağıq yuxarı. Ora. Dostlar, çatdıq. Abidə çox qəşəngdir. Oğuz da özünə gəlib. İndi biraz gəzəcəyik bu abidəni. İndi tarix haqqında internetdən baxım. Sizə məlumat verəcəm. Bax, oradan qalxdıq. Burada misal üçün İsa'nın abidəsi var, heykəli var. Burada kral var. Qılıncına bax. Əladır, yaradıblar. Mən bu abidəni sevdim. Bura gəlməyə dəyər. Deməli dostlar, abidə haqqında internetdən baxdım. 1985-ci ildə tikilib. Hündürlüyü 30-35 metrdir və 16 mis və dəmir sütunlardan ibarətdir. 1985-ci ildə Gürcü heykəltaraş tərəfindən tikilməsinə başlanıb və hələ də tikilməkdə davam edir, tamamlanmayıb. Bu da o həmin hündürlükdən şəhərin digər tərəfidir. Çox gözəl görüntü var. Deməli, abidənin adı Gürcüstan səlnaməsi gedir. Yəni, çox möhtəşəmdir. Böyük, 30-35 metr adam öyle bilir ki, amma yanında dayananda çox möhtəşəm hündür görünür. Dostlar, deməli, o mənzərənin yanındayıq. Bura Gürcüstan gölü internetdən, amma həm də su anbarıdır. Plyaj kimi istifadə edir insanlar. Fikir versə, Oğuz yaxınlaşdır, o aşağıları yaxınlaşdır. Qəşəng kater sürürlər. Çimərlik kimi istifadə edirlər. Bax, oranı yaxınlaşdır, o Eyfel qülləsini. Tbilisinin Eyfeli. Demək olar eyni səviyyə. Hətta bura oradan daha hündürdür. De bu abidənin çək. Buranı çək. Uzaqlaşdır. Abidənin çək. Dostlar, Gürcüstan səlnaməsi 1985 tikilişidir, hələ bitməyib. Deməli, heykəltaraşı dünyaca məşhur Gürcü heykəltaraşdır və deməli Gürcü tarixinin 3000 illiyi, həmçinin xristianlığın Gürcüstanda yayılmasının 2000 illiyi münasibəti ilə qurulmuş bir abidədir. Yaxşı düşürəm. Dedə görüm hara mı qaldırım? Deyirəm səsimi qaldır. Hə, səsimi qaldır. Yox, səsimi çox qaldıra bilmərəm. Cəmaata mane olaram. Oradan bir təyyarə uçdu. Onu da çək. Deməli, hava limanı bu istiqamətdədir. Azal olsa bir salam da göndərəlim. Gün deməli abidəyə baxa-baxa danışım.
Dostlar, bugün Tbilisi turumuzun son günüdür, yaxın çək. Tbilisi turumuzun son günüdür. Bugün saat 17-də inşallah qatarla gedirik Batumiyə. Batumiyə gedirik və 4 gündə orada olacağıq. Abidə elə fonda abidə düşsün. 4 gündə orada olacağıq. Tiflis turun montajlayıb sizə çəkib YouTube-a yükləyəcəm. Bu İtalodur. İtalyan təyyarəsi. İtalyan hava yollarına. Oldu dostlar. İnşallah Batum'da görüşürüz. Uşaqlar, deməli artıq Railway Station-dan, yəni qatar stansiyası. Buradan isə Batumiyə gedirik. Gəlin sizlərimizi tanıdaq. Uşaqlar, burada elədir ki, elə bir ayaq üstə özünüz çeşidlər var, seçirsiniz. Yəni bura belədir, yəni özünə qulluq kimi bir şeydir. Deməli uşaqlar, burada adım bilmədiyim atamın qabında bu salat, bu adım bilmirəm, toyunlu bir şeydir. Çəngəl, qaşıq, stəkan, armudu, duxes, olmazsa olmaz. 2 dənə çörək, bir xaçatı, bir chicken qızardılmışı və gürcü pizzası. Gürcü pizzası. Əla. Oradan da dostlar qatar xəttləri görünür. Görürsünüz qatar stansiyası. Nuş olsun.